Bugün növbəti köç kərvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Cəbrayıl rayonu Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara anam əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyatı qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək öz evlərində məskunlaşıblar. Mən kənddən çıxanda 12 yaşım var idi. Bu günləri Allaha şükür mən kənddən çıxdığım yaşda oğlanlarımla qayıtmışam bu kəndə. Çox şükür olsun, bu günü bizə yaşadan Allaha həmd olsun. Şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə Allah can sağlığı versin. Yenidən qurulan Horovludur. Hər şey gözəl. Məktəbimiz, bağçalarımız, evlər çox gözəl. Hər şey əladır. Bizim burada öz uşaqlığımız keçib. Bağlarımız vardı, bağçalarımız vardı. Uşaqlığımız burada keçib. Düz uşaqlığımız yarımçıq qaldı. Amma bağlarda oynamışıq, kəhrizimiz vardı, gözəl sularımız var idi. Hamısı bərpa olub. Hamısı çox şükür Allaha bərpa olub. Sonradan bağlar da inşallah gələcəkdə bizim sayəmizdə əkilməlidir, ağaçlar əkilməlidir. İnşallah yenidən qurulacaq, gözəl olacaq. Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndinə 150 ailə olmaqla 607 nəfərin məskunlaşması təmin olunub.